Günəş yanığı zamanı xama çəkmək faydalı deyil, əksinə sağlamlıq üçün təhlükə yaradır. Bu barədə Rusiyalı həkim-kosmetoloq Mariat Muxina xəbərdarlıq edib. Onun sözlərinə görə xama steril məhsul olmadığından tərkibindəki süd turşusu bakteriyaları zədələnmiş dəriyə keçərək infeksiya, ağır intoksikasiya və hətta sepsis yarada bilər. Mütəxəssis bildirib ki, günəş yanığı zamanı yağlı kremlər, heyvan mənşəli yağlar və müxtəlif qida məhsullarının dəriyə çəkilməsi də düzgün deyil. Bu vasitələr dəridə istiliyi saxlayaraq yanığın daha da ağırlaşmasına səbəb olur. Həkim həmçinin spirt, mentol, yüksək dozada kamfora, limon turşusu və digər qıcıqlandırıcı, turşu tərkibli məhsulların istifadəsindən çəkinməyi tövsiyə edib. Onun fikrincə günəş yanığı zamanı düzgün qulluq dərinin daha tez sağalmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edir.